Lady, lady. Başın yerində, lady. Balam dəli olub. Yəni biz onu götürdük və bakın nə oldu. Heç görünməyin alırsınız. Neydi? Əməli sayxoşdur. Aşkım, baxın bədəninə. Neynədiyini bilmir, dili çöldədir. Yəni Allah'ım çox çirkin görünür amma bu onun yaxşılığı üçündür. Yəni biraz nəfəs alsın yaydı çünki. Hara gedirsən sən? Quyruğunu da evdə göstərirəm sizə. İndi buradan göstərə bilmirəm. Ancaq atım nəsə kartını nəsə eləyəcək, onun üçün getdim. Və evə qaydırıq. Bugün telefonu ala bilmədik. Bakıya gedə bilmədik. Çünki Bakıdadır, uzaq olacaqdı. Çünki pişik üçün neçə saatdır? 4 saat falan getdi də pişiyin baytardan çıxması üçün. Evdən də zaten geç çıxmışdıq deyə vaxt getdi. O gün sabaha qaldı. Sabah yenidən görüşərik. Herkese salam, kanalıma ve videoma hoş geldiniz. Ben Nuray Elzadeyim. Tanımayanlar için açıklamadan gördüğünüz kimi ne videosu çekeyim. Telefon alma, yani öz fonumla aldığım ilk telefonumu alırım. Düz olmasın. Öz fonumla aldığım ilk telefonum olacak. Bunun için çok xoşbəxtəm. Buradan cümleleri karıştırıyorum. Ve o videonun ilklərində gördüğünüz sahneler bir neçə gün əvvəlki sahneleriydi. O gün gedə bilməmişdim. Bir şey qırxdırmağa getmişdik. İndi isə onun hadisə 4 gün sonrasıdır. İndi saat neçədir? 20:12'dir. Ve indi biz Bakıya gedirik. Bakıda bir səhvi var idi. Mən orada uyğun qiymətə tapmışdım. Hansı telefon alacağım? Elə zaten ekranda, qapaqda görmüş olarlar. Ona görə indidən deyim. iPhone 16 pink rengi. Bunu neçə vaxt istəyirdim amma nə qədər araşdırmışdım, eləmişdim. Ən uyğun səhifələri axtarırdım. Və güvənilir də, yəni bir var sənə yalancını satsınlar falan. Bu arada kreditlə almaq. Kreditlə almaq fikirləşirdim amma nəqd alacağıq. O zaman gedək, o gedəndə zaten sizə göstərəcəm. Bu arada bunu deməyi unuttum. Telefon alma səbəbində öz telefonumu neçə dəfə artıq düzəltdirmişəm ekranı, orijinal ekran hər dəfə taxtırırdıq çünki ekranı yanırdı. Harası düşəndə, belə sərt düşəndə, ucunu dəyəndə arası ekran yanırdı və yenə eyni ona oxşar vəziyyət baş verdi. Çox dəqiq başa salmıyordum çünki bezdim hamile danışmaqdan bunu. Ona görə alıram. Yoxsa hələ ki mən öz telefonumla davam edirdim çünki çəkilişi həqiqətən yaxşıydı. Samsung A16 olmaqla rəğmən. Amma indi Samsung A16'dan iPhone 16 yox, iPhone 16'ya keçiş edirəm. 16'dan 16'ya girsən, sən şans işi deyə bu. Yəni neçə yaşı var? Nə? Özünün neçə yaşı var? O da 16. Ana, həqiqə 16 ya. Görürsən şans işi deyə bu, şans. Mola girdik, moldan çıxış edəcək parkingdən. Pis görünmür. Yox, yaxşıdır. Sosu deyirəm. İndi isə gedirik, çox heyecanlı. Niyə o qədər heyecanlıyım bilmirəm. İlk dəfə özüm gedim. Hə? Mən də çəkdim. Hə, çəkdim. Biz gələndə mağaza bağlı idi və açıqlamada yazılmışdı ki, saat 10'a qədər açıqdır. Ancaq bizdən gedəndən sonra gəlib açdılar və telefon qalmadığını da dedilər, amma sonradan gətirdilər. Tarihəcə yazırsınız, yoxsa necə? Yox, bir yerdə olur. Açırsınız, burada yoxsa evdə uğraşdırırsınız. Ne oldu sındırasın? Sındırma ha. Sana da telefon sındırır. İndi onun nəyini edirsən, şəkil çəkmə funksiyasını deyirdin, nə deyirdin? Hə, onu göstərirsiniz çəkilişin məsələsini. Siz şükəsini vuramaz aslında. Hə, bu öyle bunda problem ekrandır da, ekranı sındırır telefonların. Ekran nesinə ekran dəyişmiş. Yesinlər 2760, nömərində 2880.
aldıq və maşına gedirik. İndi maşında göstərəcəm. Çox mutluyam. Sən sevinci sana sağ. Çünki çoxluğunu sən verdin. Amma qaytaracam. Amma qaytaracam da məqsəd oldu. Qəpiyinə kimi özümüz verəcəyik. Pulma verəcəm. Şimdi elə biləm şeyma gedik. İndi bir gedik aşağı. Ondan sizə göstərəcəm aslında telefonu. Deməli, marketə girdim. Mənim ürəyim yenə dəhşət ayran çəkir. Ona görə nanəli ayran axtarmadı. Su alacaq yəqin. Amma heç acı deyil, onu gözləyməyəcək burada. Ayran alacağım. Sən? Məndən göv almaq istədiniz. Necə? Məndən göv almaq istədiniz. Deməli dostlar, reklam kimi çıxa bilər, amma nəysə buradan almışıq. Açıyoruz, tam orijinal. Deməli üstünə verilən şeylər, kabuğu çox ucuz kabuğudur, çox bədlidir. Yəni bunu gedib adi yerdən də alırıq, düzləmirəm atıyor. Mən ancaq oradan adaptör anladım, adaptör başlığını. Bu da 70 manatı, 80 manat olardı. Yəni. Nə oldu? Adi şey deyirlər də, nə bilməyəm. Original kabuğu deyir. Original kabuğudur bu, yəni. Burada nə yazmışlar? Original adı altında, original olmayan kabuğu, case. Original başlıq, hədiyyə olaraq üzərində verilir. Case. Bir də ekran qoydular, o da pulsuz. Və mən bunu həqiqətən çox tünd bilirdim. Yəni mən yenə də rənginə razıydım. Ancaq o qədər də tünd deyilmiş. Hətta çox açıq rəngdir. Ata belə bəyəndi, düz demirəm. Öz dedi ki, nə gözəl rəngi var da, fərqli görünür. Çox xoşbəxtəm və ondan sonra siz görürsünüz. Ümid edirəm ata yaxşı çəkib. Deysə, açırıq çünki yandıracam. Belə. O qədər gözəl görünür. Çox qəşəng rəngi var. Çox qəşəng rəngi var. Tünd görünür. İndi sizə günəşli hava olanda da göstərirəm yəqin ki. Çox qəşəngdir rəngi, çox açıqdır. Çəhra idi bu bildiyin, yəni bənövşəyə çalır qəsə şəkillərdə. Məyə bilirdim bir də şey olacaq. Əlimə sığmayacaq, böyük olacaq plus kimi. Amma tam atamın telefonunun qalınlığındadır. Yəni superdir. Yox, qalınlıq deyəndə böyüklüyü deyil. Qalınlığı niyə məndə yox? Nə bilim. Nə bilim, bağır. Qalın dedim. Kabuğun adı da. Əlizlər var üstünə. Hello yazısını görmək istəyirəm. İlk dəfə iPhone şey yandırıram ona görə. Evdə 2 nəfərdə iPhone var, onları heç vaxt yandırmamışım. 200 metr sonra dairəvi yolda 3-cü çıxışdan çıxın. Buna gəldi səs. Birinci ev ərəb dilində yazıldı. Hello yaz. Olar. Hər dildə deyir, hə. Başım çıxmadıq üçün dostlar. Belə də. Gəlin dili birlikdə uğraşdıraq. Neydi? Yəni sənin telefonun türkçədir. Sonra qaldım da oldu. Evet. Zaten sizə göstərdim nə var idi, nə yox idi. İşte bunu indi açacağım, zərtqaya qoyacağım telefonu. Çəkilişi də belədir. Məncə gözəldir. Bu arada şu an səhərdə o vaxtdan çəkirəm. Pis çəkmirəm, ön kameranı çox bəyənmədim, nə yalan deyim. Mənə əsas ön kamera lazımdır. Arxa kamera qəşəng çəkir. Amma ön kamera o deyil. Yenə də buna da şükür. Hello girls. Necəsən? Bu arada bilmirəm sizə demiş miydim. Bu bəbişlər satılır. Hətta artıq 3 bala idi. Biri artıq satılıb. Sahibi ödəniş edib, amma hələ ki gəlib götürməyib. Qalıb 2 bala, bir bu qız, bir də oğlan var idi. Onu da birazdan tapsam göstərərəm. Biri də bu tombiş. Çox yeri, bu yeməyi çox yiyir. Mama şimdi düzəsin. Leydinin son vəziyyəti.